Daha nəzərdə təsəvvür eləyirsən, mən də dedim ki, az Gülzar, mən burada 15 ildir işləyirəm, sən 2 ildir gəlmisən. Elə bilirsən ki, bizim prosesi dəyişə bilərsən. Da, menecerə getdim. İndi ayağının altını qazıram, çalışıram ki, işdən çıxarsınlar. Nəyə lazımdır elə insan bizə? Da. Belə gözlə bu səngə cavab verim. Alo, bəli, Göylərdən Öncə şirkətinin HR nümayəndəsidir. İş haqqında məlumat əldə etmək istəyirsiniz. Okay, Ləman xanım, məsələ bu yerdədir ki, biz bu işə 7 il iş təcrübəsi istəyirik, amma əlbəttə ki, sizin yaşınız 23-dən çox olmalı deyil. Ki biz gənc, dinamik işləyən, enerjili insanlar bizə ona görə lazımdır ki, bizim 8 saat işimiz olur. Əlbəttə ki, amma insanlar özləri qalıb işdə işləmək istəyirlər. Çünki iş o qədər maraqlı olur ki, komanda o qədər ailə kimidir ki, işləmək istəyirlər və iş günü ola bilər 10, 12, 13 saata qədər uzasın, amma bu problem deyil. İşdən əlavə qaldığınız zaman sizə kaldırsa çörək buterbrod olaraq verilir. Satış mütəxəssisi üçün bizə rus, ingilis, fransız və ərəb dilləri lazımdır. Çünki bilirsiniz, satış təmsilçisi olaraq bizim lazımdır ki, bəzən ofisləri və yaxud evləri gəzərək bizim Göylərdən Öncə şirkətimizin damcana sularını satası. Bundan əlavə, Ləman xanım, siz idmanla məşğul olursunuz? Ləman xanım, Göylərdən Öncə şirkətinin damcana məhsullarını, sularını evə çatdırmaq üçün gözləyirik ki, bir gedişə 4 bidon suyu özünüzdən daşıyasınız. Sizin müəyyən bir plankanız var, onu doldurmalısınız. Ofis işlərinin həll olunması, ay ərzində 22 hesabatın yazılması və əlbəttə ki, damcana məhsullarının satılması, 100 məhsul satmalısınız. Bu sizin normanızdır. 100-ün üzəri məhsul satdığınız zaman bəli, biz sizə bonus verəcəyik. Satdığınız hər məhsula görə 1 manat 22 qəpik bonus düşür. Zayaf şoke, söydülər məni.